Anamın bir sözü var, deyir səni dirilərdən çox ölülər tanıyır. Olduğum hər yerdə mütləq şəhidlər xiyabanlarını ziyarət eləməyi, şəhidləri ziyarət eləməyi özümə borc bilirəm. Eskişehirdə yaşadığım üçün bugün bu torpaqlarda mən də Türkiyə vətəndaşları kimi rahat, huzurlu, dinc şəkildə gəzməyimi məhz şəhidlərə borcluyam. O səbəbdən bu şəhidlər xiyabanını da ziyarət eləməyi, şəhidləri ziyarət eləməyi özümə borc bilirəm. Bura barədə məlumat vermək istəyirəm. İlk dəfə 1921-ci ildə məhz ilk şəhid İstiqlal Savaşı dönəmində Ahmet Fehmi bəy burada dəfn olunur. Daha sonra burada müxtəlif dönəmlərə aid 20, 30, 40, 50, yəni müasir dövrümüzə qədər bütün havacılıq şəhidləri məhz təkcə Eskişehirdən deyil, Türkiyənin müxtəlif bölgələrindən olan şəhidlərimiz burada dəfn olunur. Və 1945-ci ildə sözü gedən bu şəhidlik məzarlıq, yəni şəhid məzarlığı olaraq toparlanır və hər kəsin müqəddəs ant yerlərindən biri olur. Və təbii ki, əgər bura gəldimsə, bugün bu məzarlığın Ahmet Fehmi bəyin adını daşıdığını, yəni ilk burada dəfn olunan şəhidi ziyarət eləmək də bizim üçün borc olar. Bəli. Bu da ilk bu Şəhidlər Xiyabanında məzarlıqda dəfn olunan şəhidimiz Ahmet Fehmi bəy 25 mart 1921-ci ildə İstiqlal Savaşı zamanı şəhid olub. Şəhidlər Xiyabanında ilk dəfn olunan şəhidimizi tanıdıq və sual verdim ki, burada işləyən insanlara ki, bəs ən son burada dəfn olunan şəhidimiz kimdir? Və o da Emre Mərcan deyilən şəhidimizdir. 2025-ci ildə səhv eləmirəmsə helikopter qəzasında vəfat eləyib və burada məzarı. Gənc şəhidimiz 98-ci il təvəllüddür. Geniş şəhidlikdir. Bu da şəhidlik anıtı. Və təbii ki, burada bir maraqlı məqam diqqətimi çəkdi. Və hər yerdə bir fanatik olmalıdır. Və təsadüfən də burada Eskişehirin məşhur Eskişehir spor fanatı olan Tarık Tarcanın məzarını gördüm. Və yanındakı ağacda, dirəkdə məhz 26 rəqəmi, eyni zamanda Eskişehir sporun forması. Aldığım məlumata görə Tarık Tarcanın ailəsi çox zəngin olur və ailə ziyarətə gələndə kəşke, yəni maddi imkan deyil də oğlumuz sağ olardı fikirləri səsləndirilmişdir. Nə qədər doğrudur, nə qədər yanlışdır bilmirəm, amma yəni onu da ziyarət eləməyi özümüzə borc bildik.